Salam əziz izləyicilər, yenidən mən buradayam və sizinlə dərs haqqında yenə məlumatlar verəcəm. Dostlar, keçən videomuza təxminən 20-dən çox adam baxıb, lakin ancaq tanıdıqlarım bəyənib. Mənim o biri kanalım və başqa bir dənə tanıdığım kanaldan. Ona görə dostlar, zəhmət olmasa bir dənə like atardınız və gəlin keçək. Deyir ki, Elxan fikri müzakirə edin və cavabın doğruluğunu yoxlayın. Bu üsuldan istifadə etməklə verilmiş tənlikləri həll edin. Nə deyir burada? 2x məchul çıxılandır. Məchul çıxılanı tapmaq üçün azalandan fərq çıxıram. Düz deyil. Məsələn, məchul çıxılan, azalan, çıxılan fərq. İndi olar, əgər bilməyənlər varsa, zəhmət olmasa yoruma nə başa düşməmisiniz yazın. Bilirəm ki, yəqin o biri videoma hamı başa düşüb. Məsələn, burada verilib ki, 2x məchul çıxılandır. Məchul çıxılandır. Yəni x-i tapmaq, x-in yanındadır. Ona görə 2x məchul çıxılandır. Məchul çıxılanı tapmaq üçün azalandan fərqi çıxıram. Onu düz deyir. Bəli, o düzdür. Məsələn, azalan, çıxılan və fərq. Azalandan çıxılanı çıxıram və fərq qalır. Fərqi tapırıq. Bəli dostlar, indi baxın. Azalan çıxılan fərq. Məsələn, nə yazaq? 9 çıxılsın 3 bərabərdir 6. Yəni, bunu deyir ki, çıxılanı tapmaq üçün, elə bil ki, bu x-dir, məchul çıxılan. Tapmaq üçün bundan bunu çıxıram. X bərabərdir 9 çıx 6. X bərabərdir 3. Bəli, x bərabərdir 3. Yəni, bura 3 olmalıdır. Onu da bayaq göstərmişdim. İndi oyda kitab açdı. İşte bu deyir ki, əl çəkdə məndən nə qədər yaxşı oxuşsan. Aha, indi məsələn yazıb burada ki, 9 çıxılsın 2x bərabərdir 5. 9-dan çıxırıq 2x bərabərdir 5. 2x bərabərdir 9-dan 5-i çıxıram. 2x bərabərdir 4. Yəni, 2-ni x-a vuranda 4 eləyir də. Onun kimidir. X bərabərdir 4-ü bölürəm 2-yə. X bərabərdir 2. Yəni, 9-dan çıxılsın 2-ni vurursan 2-yə bərabər eləyəcək 5. Yəni, 2 vur 2 əvvəl bilirsiniz vurulanı, bölməni. Yox, əvvəl mötərizəni için, sonra vurma, bölməni, sonra toplama çıxma. İndi olur. 2 vur 2 4. 9-dan 4 5. Deməli, bəli, Samirin fikri doğrudur. Evə verib müəllimə yazmışam. Bəli, Samirin fikri doğrudur. İndi keçək deyək ki, bu üsuldan istifadə etməklə verilmiş tənlikləri həll edin. İndi biz bu üsuldan, yəni bunun elədiyi kimi ondan istifadə etməklə bunları hesablayacağıq E-yə qədər. İndi baxın dostlar, bir dəqiqə. Aha. Baxın, məsələn, mən bunu başqa cür eləyirəm. Məsələn, belə yazılıb, 9, məsələn, 2x da ola bilər. Hə də, yəni 9 çıxılsın 2x bərabərdir neçə? 5-ə. Onu tapmaq üçün mən belə eləyirəm. Həmişə belə eləyirəm. X bərabərdir. Siz belə də eləyə bilərsiniz. Bayaqdan görmüşsünüz. Belə də eləyə bilərsiniz siz. Baxın bura. 9-dan bunu çıxırıq axı bunu tapmaq üçün. Yazırıq ki, 9-dan çıxırıq 5-i bölürük 2-yə. Bura mötərizəyə alırıq ki, yoxsa 5-i 2-yə böləcəyik, sonra 9-dan çıxacaq həmin ədədi. Neçə eləyir? 2/5. 2/5 çıxacaq. Bundan qalacaq 6/5. Ona görə bu mötərizəyə alırıq ki, bu 4. 4-dən 4-ü 2-yə bölürük. Yəni, x bərabərdir 4 bölünsün 2. X bərabərdir 2. Əgər başa düşmədinizsə, yenidən deyə bilərsiniz bunu ki, məsələn, başa düşmədim. Yəqin ki, orada telefon dondu, onu görmədim. Amma yenə də eybi yox, başa düşmədinizsə yazarsınız.
İndi biz bunları eləyəcəyik. Bu qayda ilə. Bunu da oxuyacağam sizə. Amma özüm də başa düşmədim heç nə deməkdir. Aha. Yazırıq. Mən bir dəfəlik dəftərə yazım. Bunu biraz belə çəkim qoy. Mənim dəftərim burada. Qələm mana. Hadi. Aha. Yazırıq. 23 çıxılsın 4x bərabərdir 7. 23. İndi yazdığıma baxın. Fayda, cüməllah. Aha, yaxşı dostlar, gəlin davam edək. Deməli, budur. Bunu bura yazacağıq. Baxın, nə yazıb? 23 çıx 4x a 23 çıxılsın 4x bərabərdir. Neçə yazıb? Bizə 7. Baxın, nəyə dəftərdə ola həll edirəm. X bərabərdir. Mən dedim ki, belə edirəm də. Yəni, istəsəz siz yenə də bu qaydan eləyə bilərsiniz. 2x bərabərdir belə. Sonra axırda 2x, yəni 2 vur x bərabərdir 4 alınır. 4-ü də bölürük 2-yə x bərabərdir. Eləyəcək belə. Onu da eləyə bilərsiniz. Mənim kimi biraz bilmirəm də hansı asandır. İkisi də eynidir. Əgər oxuyan varsa, bilən varsa bu dərsi hamısına əladır. Mükəmməl. Deməli, baxın, mən indi dediyim kimi eləyirəm. 23 çıx 7 bölünsün 4. X bərabərdir. 23 görüm səhv getdi burada. Yox, hamısı düzdür. Yəni, bu var ha. Bundan bunu çıxacaq. Necə eləyəcək? Bundan bir dəqiqə bunu yaxınlaşdırım, görün. Narahat olarsınız. Aha. Baxın bura. Məsələn, 23-dən 7 çıxdığı məsələ nə idi? 15. 15-i 4-ə düz hesabladım. Yox, 3-ü çıxırıq. 4 qalır. 4-ü 16 eləyirik. 16 bölünsün 4. X bərabərdir 4. X yəni 4 oldu burada. Başa düşürsünüz? Yəni bu misalda bundan bunu çıxırıq. Əgər burada sadəcə x olsaydı, bundan bunu çıxacaqdıq, cavabı tapacaqdıq. Eləyəcəkdi 16. Amma burada 4 də var axı. Yəni 4-ü neçəyə savuracağıq? Yəni 4-ü 4-ü 4-ə vuracağıq. Burada 4-dür. 4-ə vuracağıq. Eləyəcək o 16. Bundan da 16 7 eləyəcək. Keçsək B-yə. B-də nədir bizə? Baxaq. Zəhmət olmasa like atmağı unutmayın. Yorumda yazın. Abunə də olun. Keçən videoma, bundan əvvəlki video 2000 nəfər baxıb. Yəni biraz halım pis idi. Yazmışdım pis videodur. Keçə bilərsən. Yaxınlaşdırmaq nədir? Uzaqlaşdır. Ona nə bilim hamı 60 neçə like, sonra nə bilim neçə idi o hamı yorum yazmışdı. 30 neçə idi? Bilmirəm axıra neçə yorum idi. Yəni nəysə dərsə keçək yəni. B. 17 çıxılsın 3x bərabərdir 5. 17 siz ancaq dəftərimə baxın mən. Ancaq dəftərə baxın ki nə idi? 17 çıx 3x bərabərdir 5. 17 çıx 3x 17 çıx 3x bərabərdir 5. Hayda. Ya da təxmin eləsəm, başqa vaxtda oyun videosu da çəkə bilərəm. Əgər istəsəz yorumlara yaza bilərsiniz. İstəməsəz ancaq dərslə davam edərik. Yazırıq x bərabərdir 17 çıx 5 mötərizəyə alırıq. Bölünsün 3. Belə pis xətlə yazıram. Ona görə belə gedir xəttim. Məsələn, indi gözləyim bir dəqiqə. X bərabərdir 12 böl 3. Yəni x-imiz də bərabərdir 4-ə. Yəni burada 3 vur 4 eləyəcək 12. 17-dən də 12 5. Düz Estağfurullah. Yəni burada bu 4-dür də. 3 vur 4 12. 17-dən 12 5. Baxın elə. Aha.
Keçirik yenə. Nə yazılıb orada? Baxın. 3,3 3,3 nə yazıq? O tərəfə keçək. İkinci dəftərimci. D 3,3 çıxılsın 2x. Yəni, baxın, bura hesablayaq sizinlə bir yerdən. Baxın, bundan bunu çıxırıq, bölürük 2-yə. Vəsə. X bərabərdir 3,3. İstəyirsənsə bir dəfə də 10 qaydasını eləyək. Yaxşı, bir dəfə də 10 kimi eləyək. 2x bərabərdir 3,3 çıxılsın 0,7. Neçə eləyəcək? 3-ü çıxaq, 4-ü də çıxaq. 6 eləyəcək 2,6. Bəli, 2,6 eləyir. 2x bərabərdir. Doğrudan 2,6-dır. Hə, 2,6. Belə, əgər siz də çoxlu məşq eləsəz riyaziyyatda, çoxlu tapşırıq etsəz, belə mənim kimi eləyə bilərsiniz. İstəsəz Azərbaycan dilindən də tapşırıqlar yaza bilirəm də. Yəni istəsəz onlardan da yazım, göndərim. Başa düşmədiklərinizi soruşun. İndi də yazırıq. X bərabərdir 2,6. 2,6 bölünsün 2. X bərabərdir neçə? 2-ni 2-yə böləndə 1, vergülü keçdik, vergülü qoyuruq. Burada da 6-nı 2-yə bölürük 3. 1,3. Yəni bunu bunun yerinə qoyanda 1,3-ü vururuq 2-yə. Neçə eləyəcək? 2,6. Bundan 2,6 çıxın. Gördünüz? Yox, hə, bundan 2,6 çıxın. Gördünüz? Alındı o. 0,7. Biri də var, D-miz də var bizim burada. Sonra görün hansı məsələlər. Bunu da oxuyacağım sizin üçün. Əgər siz başa düşsəz, mənə də deyirsiniz. Mən biraz başa düşmədim, bayaq oxudum onu. Yəni, əgər siz belə də edə bilərsiniz, mənim də videoma baxa bilərsiniz. Baxın, bir də bir şey göstərim sizə. Burada bizim mövzuya keçmədən əvvəl olan başa salmalar var. Məsələn, burada baxın, bir neçə əməl daxil olan tənliklərin həlli. Baxın, burada verilir oxumaq üçün, öyrənmək üçün. Onları da oxuyub bilə bilərsiniz. Oyda, gör neçə səhvə. Bir mövzuya baxın. Bərabərlik və tənlik. Bir səhvə, yəni bir səhvə, belə. 2 səhvə. 4 5 yəni 4 səhifədə, bir neçəsi bir yerdədir ona görə. Aha, keçək deyə. Yazırıq ki, 8 çıxılsın 5x bərabərdir ki, baxın, 5x həminki kimi eləyirik. X bərabərdir. Görürsünüz mənim yazdığımı. X bərabərdir. Biraz bu tərəfə aparma, o tərəfini yaparım. X bərabərdir 8 çıx 2 böl 5. Belə. X bərabərdir 6 böl 5. X bərabərdir, baxaq necə oldu. 6-nı 5-ə böləndə bir dənə, vergül qoyuruq, çünki yanına 0 qoyuruq, 10 olur. 10-u da 5-ə böləndə 2. Belə. Bu cavab budur. Aha, keçdik E-yə. Like atsaz bir dənə xoşuma gələr. Çox sevindirəsiniz məni. Bir like. 4-dən çıxırıq 0,5x. 0,5x bərabərdir 3 eləyəcək. X olacaq orada. X neçə olacaq? Bir dəqiqə. X orada 2 olur. Belə baxanda görünür. Baxın, əvvəl 4-dən 3 çıxın. 1-ə.
4-dən 3 çıxdıq bir. Görürsünüz oranı? Hə, görürsünüz. Baxın 4 də, hə. Burada bunların fərqi 1 eləyir də. Biri də buna eləmək üçün bölürük buna. 2 dənə var da. Bu 0,50-dir. 500, 5000. Yenə də eyni şeydir. Sıfırları nə qədər qoysaq belə getsək. Ona görə bu elə 0,5 2-dir də bu x-da. Baxın indi hesablayaq sizlə bir yerdə. 4 necədir? Çıx 0,5x. Bir baxanda çətin göründü, amma baxan kimi bilinir. 0,5x. Hətta bir dəqiqə bunu axardım. Başlayın. Aha, keçdi. Bu belə elədi. X bərabərdir 4 çıxılsın 3 bölünsün 0,5. X bərabərdir 1 böl 0,5 neçə eləyəcək? X bərabərdir 2 gördünüz? Yəni 4 çıx 0,5 vurulsun 2 eləyəcək elə. Başa düşdünüz nə məna verir videonu? Bəyən. İndi gəlin bunu oxuyaq, keçdik bura. Bir mətnlu onu özünüz oxuyarsınız. Gözün bir dənə belə götürün. Hə, indi özünüz oxuyarsınız. Keçək biz məsələyə. Çünki telefonda yeri yoxdur. Qalıb belə. Vay. 11 dəqiqə vaxt var. Anar və Lalə 2x Anar və Lalə 2x çıxılsın 6 bərabərdir 4 tənliyini necə həll edəcəkləri haqqında fikir söylədilər. Onların hər birinin təklif etdiyi üsula uyğun həlli yazın. Bilirsiniz niyə bu 2x-dir? Çünki bunu buna vururuq paylama üsulu ilə. Bunu buna vururuq, çıxırıq, bu vur bu. 6, yəni 2x çıxılsın 6. 2x-dan 6 çıxırıq, eləyəcək 4. Əvvəlcə vermiş tənliyin hər iki tərəfini 2-yə bölərəm. Vermiş tənliyin hər iki tərəfini buranı da 2-yə bölərəm. Nə üçün bölürsən ki, elə belə adi eləmək olur da. Sonra hər iki tərəfə 3 əlavə etməklə tənliyin kökünü tapıram. Əvvəlcə tənliyin sol tərəfindəki ifadəni sadələşdirməklə almış tənliyin hər iki tərəfinə 6 əlavə edərəm. Sonra hər iki tərəfi 2-yə bölərəm və tənliyin kökünü taparam. Necə yəni? Dostlar, bir dəqiqə deyəm, vaxt yedir. Ona görə mən bir də onun cavabını tapım. Yaxşıca cavabını tapım, gəlirəm. Hə, uşaqlar, deməli cavabı tapdım. Əsası dostlar. Deməli, baxın bura. Burada deyək ki, hər iki tərəfini 2-yə bölərəm. Buranda. Sonra 3 əlavə edərəm hər ikisinə. Baxın, 2x çıxılsın 6, bildik ki, düzdür. Bölünsün 2 üstə gəl 3, bərabərdir 4 böl 2 üstə gəlsin 3. Bərabər eləyəcək 2x çıx 6. Bu buradır, bax bu buradır. Bu da buradır. Baxın, bunu tapdıqca ayda işıqlar düşür. Bir dəqiqə. Baxın, bunu deməli bu da bunu bölürük 2-yə, üstə gəlirik 3-ə. Bildik ki 6 alındı, yenə də 6 alındı. Görürsünüz, bunun bu böl bu eləyəcək 3 üstə gəl 3 6. Aha, yaxşı. Bu da 2x burada qalıb. Çünki bunun cavabını tapamayız. Çünki burada hərf var, burada yoxdur. Burada x olsaydı eləyəcəkdi -4x. Amma bura baxın. Burada 4'ü bölürük. 2 toplayırıq 3. Burada da eləmişdik. Böl 2 üstə gəl 3. Böl 2 üstə gəl 3. Burada 2-yə bölürük 2. Üstə gəlirik 3. Görürsünüz 5 elədi. 5 elədi burada. Ona görə bu səhvdir. İndi o birisinə də baxım, tapım. Bəli dostlar, indi mən bu misalı başa düşmədim. Birincisini tapdım ki, orada səhvdir. Amma burada da yəqin ki, səhv olacaq. Çünki burada da bunu böl 2. Baxın, bu böl 2 3. 6 üstə gəl 3. Burada 9 eləyəcək. O tərəfdə də onda səhv olacaq. Ona görə onu boş verin. Keçirik məsələ 15-ə. Baxın. Məsələ 15. Baxın.
Samirin yaşı bacısının yaşının 3 mislindən 2 vahid çoxdur. Nə var ki? Samirin 11 yaşı varsa bacısının neçə yaşı var? Məsələn 15 yazım qoy. Məsələ 15. Baxın 3 mislindən yəni x tuturuq bir rəqəm x 3 mislindən 2 dənə çoxdur. Yəni vur 3 üstə gəl 2. Samirin bacısının 11 yaşı varsa, yəni bu 11-dirsə, x bərabərdir 11. Deyir, bunu tap. Onda x 11-dir də, qoyuruq yerinə də bərabərdir. 11 vur 3 üstə gəl 2. Nə var burada? Bunu buna vuranda 33 üstə gəl 2 35. Vəsə Samirin yox ya. Səpli getdi. Bacısının yaşının 3 mislindən 2 vahid çoxdur. Abi bacısının 35 yaşı olan məzəxi görmürsünüz, burada bu bundan böyükdür. Həm də 11 yaşı var Samirin. Samirin 11 yaşı var. Hə, burada baxın belə deyil. Yazırıq x bərabərdir 11 Samir. Baxın, o x bərabərdir 11 Samir var ha. Burada, bu burada olmayacaq. Bu bacısıdır. Burada bunu ən axıra qoyacağıq. Bərabərdir 11. Baxın, x vur 3, yəni 11 ayda. Vur. Estağfurullah. Bir dəqiqə mən bunu düzəldim gəlim. Aha dostlar, indi biz yazırıq ki x vur 3 vururuq 3-ə, üstünə gəlirik 2-ni bərabər eləyəcək. Bizim bu 11. Samirin yaşı 11'dir. Yəni bunun vur bu üstə gəl bu eləyəcək bu. Yəni x bərabərdir 11 çıxılsın 2. 11-dən 2 çıxırıq. 11-dən 2 çıxırıq və bölürük 3-ə. X bərabərdir 9 bölünsün 3. X bərabərdir 3 belə. Yəni burada x-in yeri 3-dür. Bacısının 3 yaşı var. 3 yaş 15 yaş. 11 yaş. Aha, keçdik o biri məsələyə. Oy. Səbinə fikrində bir ədəd tutub. Bu ədəddən 2 çıxıb alınan fərqi buna vurduqda bu alınır. Səbinə fikrində hansı ədəd tutub? Bu da asandır. Yazırıq məsələ 16. Deməli, x-dir. Fikrində ədəd tutub, o x-i tutub. Yəni, hansısa istənilən ya məchul qoyacaq, ya kvadrat qoyacaq, ya da hansısa bir hərfi ABCD-də sonsuza qədər. Hətta W da qoya bilərik. Deməli, bax, x-dir, hə? X-dan 2 çıxırsan, yazıb ki, çıx 2, alınan fərqi vururuqca, alınan fərqi bərabərdir, nəsə alınır, 3-ə vurursan bu alınır. Yəni, bərabərdir, baxın, bərabərdir. Baxın, x çıxır 2 bərabərdir a, yəni indi bu başqa rəqəmdir. Burada da verib ki, alınan fərqi buna vurduqda bu alınır. Yəni 18-i 3-ə bölürük ki, 18 böl 3 bərabərdir 6. A bərabərdir 6. A bərabərdir 6. Baxın belə. Deməli, bax, bu A 6-dırsa, deməli neçədən 2 çıxanda 6 qalır? X çıx 2 bərabərdir 6. Baxın, burada indi bunun üstünə bunu gələcək. Yəni, tənliyə elə eləmək olmaz. Məsələn,
8 çıx 2 bərabərdir 6. Belə eləmirlər. 1 atdımla x bərabərdir 6 vurulsun 2. 6 üstə gəlsin 2. X bərabərdir 8. Baxın bu cavab deməli Samirdir bu. Səbinə fikrində 8 ədəni tutub. Deməli videomuz bura qədər idi. Dostlar, zəhmət olmasa abunə olub, like atsanız məni biraz sevindirərsiniz və sağ olun. Növbəti videolarda görüşərik.